Zat Alilər Prezident Əliyev, danışar liderlər verilişinə xoş gəlmisiniz. Sağ olun. Sizi verilişimizdə yenidən görmək böyük şərəfdir. 6 ildən sonra Çinə ilk dəfəki dövlət səfərinə gəlmisiniz. Son dəfə siz səfərinizin və ikitərəfli münasibətlərinizin əla səviyyədə olduğunu qeyd etdiniz. Beləliklə, indiki səfərinizi və ikitərəfli əlaqələri bir sözlə ifadə etsəydiniz, nə deyərdiniz? Elə indi də deyərdim ki, əlaqələr əladır. Bəli, haqlısınız. 6 ildən sonra yenidən səfər edirəm, lakin bununla belə mənim bu vaxta qədər bir sıra tədbirlərdə Sədr Si ilə görüşmək imkanım olub. Sonuncu dəfə biz iyul ayında strateji tərəfdaşlıq haqqında bəyannaməni qəbul etdiyimiz bir beynəlxalq tədbir çərçivəsində görüşdük. Bir sözlə, həmin görüş əməkdaşlığımızın olduqca mühüm tarixinə çevrildi, çünki münasibətlərimiz daha yüksək səviyyəyə qalxdı. Sonuncu görüşümüzdən bir ildən az vaxt keçməsinə baxmayaraq, bugün biz Sədr Si ilə hər tərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanatı imzaladıq. Beləliklə, münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq. Bununla yanaşı, bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı. Bir sözlə, mən deyərdim ki, münasibətlər əladır. Səfər də həmçinin. Nəticələrdən çox razıyam. İlk olaraq Sədr Si tərəfindən Çinə dövlət səfərinə dəvət edilməkdən çox şərəfləndim. Buradakı mühit, qonaqpərvərlik, dostluq, eləcə də müzakirələrimizin mahiyyəti həqiqətən çox həvəsləndiricidir. Biz münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq. Əla, yer gəlmişkən bu münasibətlə sizi təbrik edirəm. Sağ olun. Bununla belə, bu dəfə fərqli nəyisə hiss etdiniz? Şəxsən sizə nəyisə təəssürat bağışladımı? Bugün Çin rəhbəri ilə görüşlərim zamanı qeyd etdim ki, hər dəfə Çinə gələndə inkişaf görürəm. Bir çox yeni infrastruktur layihələrini, binaları və gözəl şəhəri görürəm. Dostlarımı sosial və iqtisadi inkişafda qeyri-adi nailiyyətlərlə, o cümlədən Çinin beynəlxalq aləmdəki fəaliyyəti ilə təbrik etdim. Hər zaman buraya gəlmək olduqca xoşdur. Burada dəfələrlə olmuşam. Çinə ilk səfərim hələ 2005-ci ildə olub. Bir sözlə, ötən 20 il ərzində ölkənin sürətli inkişafının və inanılmaz dəyişikliklərin şahidi olmuşam. Gördüklərim, iqtisadi inkişafla bağlı oxuduqlarım və mənə verilən məlumatlar göstərir ki, ölkəniz həqiqətən düzgün yoldadır. Bu münasibətlə sizi təbrik edirəm. Sağ olun. Bu yaxınlarda beynəlxalq forumda iştirakınız zamanı siz bildirdiniz ki, bizim üçün xüsusi əhəmiyyət kəsb edən Çin kimi böyük ölkə ilə əməkdaşlığın strateji tərəfdaşlıq formatı Çin ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdə çox mühüm mərhələdir. Bir halda ki, hazırda siz bu münasibətləri hər tərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırdınızsa, sizə əlavə sual verim. Həmin addım konkret olaraq ikitərəfli əlaqələr üçün nə məna kəsb edir və Azərbaycan xalqı üçün hansı mahiyyətə malikdir? Əvvəlcə, əgər siz hər tərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanatın mətninə nəzər yetirsəniz, ikitərəfli əlaqələrin geniş gündəliyini görəcəksiniz. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Biz vahid Çin siyasətini qətiyyətlə dəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlar arası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir. Və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə, həmin ölkə ilə bəyanatın imzalanması
Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir. Sizə deyə bilərəm ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Lakin Çin ilə bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə də bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır. Siz və sədr Si arasında çox dərin münasibətlər var. Siz çoxsaylı müxtəlif tədbirlərdə bir-birinizlə görüşmüsünüz. Adətən söhbətiniz necə alınır? Onu dövlət başçısı kimi necə dəyərləndirərdiniz? Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm. Onunla görüşməyə, onunla çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnunam. Biz danışıqlar zamanı çox vaxt bir yerdə olmuşuq. Sonra rəsmi ziyafət zamanı söhbət etmişik. Bir sözlə, regional sabitlik, təhlükəsizlik və beynəlxalq münasibətlərin bir çox sahəsini əhatə etmişik. Müxtəlif məsələlər ətrafında öz aramızda fikir mübadiləsi apardığımız zaman mənim üçün onun mövqeyini bilmək hər zaman vacibdir. Çünki o çox təcrübəli dövlət xadimidir. Ona böyük hörmətim var. O çox dərin biliklərə malik olan, Çinin milli maraqlarına və bütövlükdə qlobal məsələlərə gəldikdə çox qətiyyətli mövqeyi ilə seçilən insandır. Bildiyiniz kimi, Azərbaycan sədr Sinin inkişaf, təhlükəsizlik və sivilizasiyaları ilə bağlı bir neçə təşəbbüslərə qoşulub, biz onun mövqeyinə şərikik. Bir kəmər, bir yol təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik və öz ölkəmizdə xeyli infrastruktur layihələrini həyata keçirmişik. Həqiqətən, onunla görüşmək hər zaman xoşdur. O, dünyanın ən güclü ölkələrindən birinin rəhbəridir. Lakin eyni zamanda çox təvazökar, çox mehriban insandır. O elə bir mühit yaradır ki, siz onunla söhbət edəndə sanki köhnə dostunuzla danışırsınız. Bunu eşitmək çox xoşdur. Bugün xəbərlərə baxdım və Böyük Xalq Sarayında sizinlə görüşü barədə söylədiyi fikirləri dinlədim. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasında olan iradənin onun tərəfindən qeyd edilməsi mənə böyük təəssürat bağışladı. Həmçinin Çin ilə dost və deyərdim ki, uzaq görən münasibətlərin qurulmasında çox əhəmiyyətli rol oynamış mərhum atanız haqqında danışmaq istərdim. O vaxt Çinin iqtisadi inkişaf baxımından keçəcəyi yol uzun idi. Amma soruşmaq istərdim. İki tərəfli əlaqələrdə bu qədər dəyişikliklər və onların bu cür səviyyəsini gördükdən sonra mərhum atanıza nə söyləyərdiniz? Tam haqlısınız. O, iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynamışdır. O, prezident olanda ilk səfərlərindən birini Çinə etdi. Zənnimcə bir ildən sonra Çini ziyarət etdi. 90-cı illərin əvvəlində. Bəli, zənnimcə 94-cü il idi. O gündən bu münasibətlər quruldu. Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk. O cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər arasında Çin xüsusi yer tutur. Əlbəttə ki, ötən 20 ildə dünya dəyişib, Azərbaycan dəyişib. Lakin prioritetlər dəyişməyib. Odur, düşünürəm ki, əgər atam cənnətdən baxaraq bizim harada olduğumuzu görə bilsəydi, o Azərbaycana və Çin-Azərbaycan münasibətlərinə görə qürur duymuş olardı. Siz atanızın başladığı islahatlardan danışdınız. Siz də geniş islahatlar həyata keçirməyə başlamışsınız. Resursların ixracı ilə məşğul olan ölkənin müasir və yaşıl sənayələrin qurulmasına keçidi barədə məlumat verə bilərsinizmi? Bu istiqamətdə bizə nə söyləyə bilərsiniz? Çin bu prosesdə hansı rol oynayıb? Çinin nümunəsi, müasirləşməsi və apardığı islahatlar
bir çox ölkələri ilhamlandırır. Bu, ölkələrin həmin təcrübədən necə istifadə etməsindən, müxtəlif ölkə liderlərinin, digər ölkələrin müsbət təcrübələrindən necə öyrənməsindən asılıdır. Sizə deyə bilərəm ki, Çinin keçdiyi tərəqqi yolu bizim üçün ilham mənbəyi olmuşdur. Mənə gəldikdə, səlahiyyətlərimə başlayanda, mənim əsas məqsədim ölkədə siyasi və sosial sabitliyi qorumaq idi. O vaxt ölkə çox yoxsul idi. Əlbəttə ki, bizə müdaxilələr olunurdu. Yürütdüyümüz siyasətə təsir göstərmək cəhdləri edilirdi. Müxtəlif qərb dairələri tərəfindən daxili işlərimizə müdaxilələr olunurdu. Belə bir vəziyyətdə siyasi sabitliyi və təhlükəsizliyi qorumaq bir nömrəli vəzifə idi. Çünki mən aydın dərk edirdim ki, bunsuz biz inkişaf edə bilmərik. Belə də oldu. Sonra biz güclü iqtisadiyyat qurmağa başladıq. Bugün Azərbaycanın xarici borcu ÜDM-in 7%-dən azdır. Bizim mübadilə olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 14 dəfə çoxdur. İşsizlik, yoxsulluq səviyyəsini 5%-ə endirdik, iqtisadiyyatımızı şaxələndirdik. Siz qeyd etdiyiniz kimi, yaşıl gündəlik bizim üçün əsas prioritetlərdəndir. Eləliklə Çin burada çox mühüm rol oynayır. Çünki Azərbaycanda quraşdırılmış günəş panelləri Çində istehsal olunub. Mən bu barədə eşitmişəm, siz bu barədə danışırdınız. Mən çox şadam ki, yaşıl enerji potensialı olan yeni bir sahədir. Mən bu haqda sizdən biraz daha təfərrüatlı məlumat eşitmək istərdim. Məsələn, yaşıl enerji əməkdaşlığı baxımından iki ölkənin daha böyük potensialdan necə bəhrələnə biləcəyini düşünürsünüz? Bu, Azərbaycan xalqına yaxşılığa doğru hansı nəzərə çarpan dəyişiklikləri gətirəcək? Bu vaxta dək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə pudratçı qismində çalışırdılar. Hələ ki, bizim imzaladığımız və icra fazasında olan müqavilələr bizə 2030-cu ilə qədər 6500 meqavat bərpa olunan enerji verəcək. Sadəcə müqayisə üçün deyim ki, Azərbaycanın ümumi quraşdırılmış gücü 8000 meqavat təşkil edir. Beləliklə, 5 ildən sonra biz demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu 2 dəfə artırılmış olacaq. 6000 meqavat günəş və külək elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Bu bizim üçün həlledici olacaq. Çünki biz elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracağıq. Biz elektrik enerjisini bərpa olunan enerji resurslarından əldə edəcəyik və təbii qazı beynəlxalq bazarlara ixrac edəcəyik və əlbəttə ki, çoxlu mənfəət əldə edəcəyik. Eyni zamanda biz daxili ehtiyaclarımız üçün enerjiyə qənaət edəcəyik. Biz artıq küçələrdə hərəkət edən, elektriklə işləyən 160 avtobus almışıq. Onlar artıq Azərbaycan küçələrindədir. Bu hamını sevindirir. Biz əlavə 200 avtobusun alınması üçün podrat müqaviləsi bağlamışıq. Ən vacibi isə odur ki, ümidvaram ki, biz bu il Azərbaycanda ildə 500 avtobus istehsal etmək gücündə olan BYD-nin elektrik avtobuslarının birgə istehsalına başlayacağıq. Odur ki, bizim planımız Bakının ictimai nəqliyyat sistemini, sonra isə Azərbaycanın bütün digər şəhərlərini tamamilə yaşıl nəqliyyata çevirməkdir. Beləliklə, bizim bərpa olunan enerji resursları ilə bağlı iki tərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsət var. Çünki bu məsələ bizim strategiyamıza və sizin gündəliyinizə uyğundur. Bugün hər tərəfli strateji tərəfdaşlıq haqqında sənədin imzalanması belə təşəbbüsə əlavə siyasi təkan verəcəkdir. Bilirsiniz, cənab prezident, biz danışırıq və mən sanki susamışam. Yanımızda çay var. Bilirəm nəyi nəzərdə tutursunuz. Bilirəm. Bayaqdan ona baxıram. Sizin şərəfinizə. Sizin şərəfinizə. Həqiqətən də ləzzizdir. İlk dəfədir ki, Azərbaycan çayının dadına baxıram. Doğrudan? Bəli, stəkan çox gözəldir. Bunun nə olduğunu bilmək istəyirəm. Bəli, bu milli stəkandır. Bilirsiniz, onun forması zənnimcə
armuda bənzəyir. Beləliklə, stəkanın forması əslində çayın isti qalması üçün nəzərdə tutulub. Çünki adətən biz çayı çox qaynar içirik. Anladım. Beləliklə, çay soymur, stəkanın bu forması aşağı hissəni qaynar saxlayır. Anladım. Əlbəttə ki, bu forma dada əlavə rəng qatır. Lakin mən Çində çayın o qədər də qaynar verilmədiyini görmüşəm. Bu elədir. Bizdə də çay çox qaynar verilir. Ola bilsin ki, siz qonaq olduğunuz üçün onlar sizə zərər dəyməsin deyə çay qaynar vermirlər. Çünki çox nəzakətli və ehtiyatlı davranırlar. Lakin çay nöqteyi nəzərindən bizim çoxlu oxşarlıqlarımız var. Məsələn, hamımız çay içməyi sevirik, lakin fərqli bir təamlarla. Bu da bizi bir çox məsələlərə gətirib çıxarır. Bilirsiniz, qədim İpək yolu, məsələn, mən o haqqında danışa bilərəm. Ya da biz xalqlar arası mübadilələr, turizm haqqında danışa bilərik. Bilirəm ki, ölkəniz artıq bir ildir ki, bir tərəfli olaraq Çinli turistləri viza almaq tələbindən azad edib. İndi isə bu səfərdə bizimlə ən son xəbərləri paylaşmaq istərdinizmi? Bəli, bugün hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir. Bu qarşılıqlı addımı atdıqları üçün Çinli dostlarımıza minnətdarıq. Siz də düzgün qeyd etdiyiniz kimi, keçən il biz bir tərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik. Bu ilk dəfədir ki, baş verir. Azərbaycan ilk dəfədir ki, xarici ölkəyə qarşı belə bir təşəbbüslə çıxış edir. İlk dəfədir ki, bir tərəfli qaydada. Deməli, Çinə həqiqətən də xüsusi münasibət göstərilmişdir. Bəli, bu doğrudur. Adətən biz bunu həmişə iki tərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu bir tərəfli qaydada etdik. Bugün həmçinin həmkarlarımla aviareyslərin sayının artırılması barədə danışdıq. Hazırda düşünürəm ki, həftədə 6 və 7 aviareys həyata keçirilir. Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, 2 dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram ki, bu rəqəm artacaq. Bugün mən öyrəndim ki, 150 milyon Çinli xaricə səfər edir. Görüşlərimdən birində söylədim ki, onların cəmi 1% Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq. Çünki əlbəttə biz turizm sektorumuzu inkişaf etdirmək istəyirik. Bizim coğrafi üstünlüklərimiz var. Xəzər dənizi, Xizək kurortları, meşələr və çaylar və hətta yarım səhra ərazimiz var. Ona görə də hər kəs zövq almaq üçün bir məkan tapa bilər. Bundan əlavə çox yaxşı mətbəximiz, qonaqpərvər insanlarımız var. Sadəcə olaraq biz özümüzü təqdim etməyə, ölkənin təqdimatını etməyə və sözsüz ki, dost ölkələrlə viza rejimini aradan qaldırmağa ehtiyacımız var. Bugün həqiqətən də tarixi gündür və Azərbaycan vətəndaşları üçün çox yaxşı xəbərdir. Çünki onlar sadəcə olaraq bilet alıb Çinə gələ bilərlər. Bəs əksinə necə? Azərbaycanlılar və ya Azərbaycan vasitəsilə səyahət edən digər insanlar üçün Çinə gəlib hər şeyi öz gözləri ilə görmək, təhsil almaq, işləmək nə dərəcədə vacibdir? Əslində, mən Çinə kəmər və yol vasitəsilə yay düşərgəsindən gələn və burada qalan gənc insan tanıyıram. O, fəlsəfə doktoru dərəcəsinə yiyələnmək üçün təhsil alır, özü üçün yeni gələcək qurur. Əks tərəfdə vəziyyət necədir? Sözsüz ki, biz daha çox Azərbaycanlının Çinə səfər etməsini, təhsil almaq, işləmək üçün gəlməsini istəyirik. Bugün biz həmçinin təhsil sayəsində əməkdaşlığımızı müzakirə etdik. Ölkələrimizdə hər iki ölkədən təhsil alan 100-dən çox tələbə var. Bu çox azdır. Bəli, çox azdır. Əminəm ki, xüsusilə texnologiyanın inkişafında, süni zəka sahəsində potensialı nəzərə alsaq, onların sayı artacaq. Biz qlobal trendlə ayaqlaşmaq istəyirik. Düşünürəm ki, Azərbaycandan daha çox sayda tələbənin buraya gəlməsi üçün böyük imkan var. Həmçinin, zənnimcə, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də sıx olur. Çünki bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlar
olaraq biz liderlər və hökumətlər olaraq dostduq. Lakin xalqlarımızın da daha çox yaxınlaşmasına, onlar da daha çox dost olmasına ehtiyac var. Sözsüz. Söhbət təkcə insanların səyahətindən getmir, həm də yüklərin daşınmasından gedir və Azərbaycan, icazə verin bir qurtumda içim. Həqiqətən də ləzzizdir. Düşünürəm ki, kiçik bir limon dilimi biraz şəkərlə daha yaxşı olar. Yeri gəlmişkən, bunlar Azərbaycan məhsulları. Yeri gəlmişkən Azərbaycanın mineral suyu da çox Azərbaycan yaxşıdır. çayı fərqli bir tam. Bəli, sağlamlığınız üçün çox yaxşıdır. İsti su. İsti su deməkdir. Demək olar ki, qaynar bulaqdan çıxır. Yaxşı. Mən əminəm ki, Çinlilər bu məhsulu tapmaq üçün öz Taobao və JD hesablarında araşdırıb baxacaqlar. Bəli, həqiqətən də demək istəyirəm ki, malların daşınması baxımından Azərbaycan Çinlə əlaqələri xeyli inkişaf etdirib. Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir. Artıq 4 ən böyük tərəfdaşdan biridir. Yaxşı, irəliləyiş var. Çin ən böyük ixracatçıdır və ya bir nömrəli idxal mənbəyidir. Doğrudur. Bəli, bir nömrəli. Siz kəmər və yol layihəsi çərçivəsində elektron ticarətə, infrastruktur bağlantılarına, malların daşınmasına necə baxırsınız? Bu, hər iki tərəfdə insanlara və şirkətlərə nə fayda verəcək? Bəli, söylədikləriniz tamamilə vacibdir. Çünki Çin həqiqətən də idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır. Biz Çində 6 Azərbaycan ticarət evi açmışıq. Biz artıq Çinə şərab ixrac etməyə başlamışıq. Sizin bazarınızda daha çox payımızın olmasını istəyirik. Kəmər və yol layihəsinə gəlincə, bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik. Çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz şərq, qərb və şimal-cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu, dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yük daşıma, hava yolu ilə yük daşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, biz Çin şirkətlərinə arxalanırıq. Cəmi bir həftədən də az vaxt bundan əvvəl biznes forumda hər iki ölkədən müxtəlif şirkətlər iştirak edirdilər. Onlar Azərbaycana 300 milyon dollardan artıq həcmdə investisiya yatırılmasına dair sazişlər imzaladılar. Bugün mən həmkarlarıma söylədim ki, bu bizim üçün yaxşı göstəricidir. Lakin düşünürəm ki, bu göstərici daha böyük ola bilər. Fikrinizdə 2 illik, 5 illik perspektivdə bir rəqəm varmı? Mən milyardlar barədə danışmaq istəyirəm. Düşünürəm ki, bu tamamilə realdır. Beləliklə, indi bizim hədəfimiz bərpa olunan enerji, nəqliyyat və istehsaldır. Bizim bacarıqlı işçi qüvvəmiz var, əhalimizin sayı artır, bazarımız böyüyür. Beləliklə, vergilər və müxtəlif hüquqi tələblər baxımından Azərbaycanda biznes qurmaq çox asandır. Çoxlu stimullaşdırıcı amillər var. Bizim sadəcə olaraq tərəfləri bir araya gətirməyimizə və Azərbaycanın biznes imkanları barədə Çinli iş adamlarına daha çox məlumat çatdırmağımıza ehtiyac var. Qeyd etdiyiniz kimi, Azərbaycan bir kəmər, bir yol təşəbbüsünü açıq şəkildə dəstəkləyən ilk ölkələrdən biridir. Bu təşəbbüs ikinci 10 illiyə qədəm qoydu və hələ görüləcək çox işi var. Sizin gələcəyə dair baxışınız necədir? Biz artıq qonşularımızla birlikdə yüklərin keçidini xeyli asanlaşdırmaq və sürətləndirmək üçün birgə müəssisə yaratmışıq. Məsələn, bugün nəqliyyat infrastrukturu və həmçinin gömrüyümüzdə, idarə etmədə islahatlar, o cümlədən rəqəmsallaşma ilə əlaqədar Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10 gündən 12 günə dəkdir. Ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarda 86% artım olub. Bugün söylədiyim kimi, bu yalnız başlanğıcdır. Beləliklə, düşünürəm ki, Azərbaycan vasitəsilə nəqliyyat marşrutları həqiqətən də bugün mövcud olan digər marşrutlar arasında ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq.
Sizə uğurlar arzulayıram və inanıram ki, Çin şirkətləri Azərbaycanın təklif etdiyi üstünlükləri qiymətləndirəcək. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən çox strateji coğrafiyada yerləşir. Eləcə də Mərkəzi Asiya və Qərbi Çin üçün çox mühüm birləşmə nöqtəsidir. Siz Azərbaycanın bu regiondakı üstünlüklərini və oynamaq istədiyi rolu necə görürsünüz? Ölkənizin nöqteyi nəzərindən regionda sülhü və inkişafı təbliğ etmək üçün hansı işləri görmək istəyirsiniz? Siz tamamilə doğru qeyd etdiniz ki, biz Asiya və Avropa, habelə Şimal və Cənub arasında yerləşirik və hər iki nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Ancaq həqiqətən tranzit ölkəyə çevrilmək üçün qonşu ölkələr və onların qonşuları ilə yaxşı münasibətlərə malik olmaq lazımdır. Məqsədimiz məhz budur və zənnimcə biz buna nail olmuşuq. Siz qonşu ölkələr və onların qonşuları haqqında bəhs edirsiniz. Bu çox vacib amildir və mühüm bir platforma olan Şanxay Əməkdaşlıq Təşkilatına daha bir ölkə üzv olur. Azərbaycan da təşkilatın dialoq üzrə tərəfdaşıdır. Cari ildə Çin təşkilatda sədrliyi öz üzərinə götürür. Region və daha geniş coğrafiya üçün belə bir təşkilatın rolunu nədə görürsünüz? Şanxay Əməkdaşlıq Təşkilatının şüarı olan və qarşılıqlı etimad, qarşılıqlı mənfəət, bərabərlik, məsləhətləşmə və sivilizasiyaların fərqliliyinə hörmət və vahid inkişafın təmin edilməsini tərənnüm edən Şanxay ruhunun əhəmiyyətini necə qiymətləndirirsiniz? Bütün sadaladıqlarınız bizim siyasətimizin və gündəliyimizin tərkib hissəsidir. Azərbaycan çox tərəfliliyin güclü tərəfdarıdır. Əlbəttə, biz Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmaq istəyirik. Sədr Xi Jinping məni zirvə toplantısına dəvət edib və bir neçə aydan sonra mən yenidən Çinə səfər edəcəyəm. Bizə məlumat verdiyinizə görə sağ olun. Bəli. Hesab edirəm ki, bizim təşkilatla yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar. Çünki biz Xəzərin qərb sahilində yerləşirik. Eyni zamanda Azərbaycan güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir. Çinlə strateji tərəfdaş olmağımız Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında əməkdaşlığımız baxımından bizə bir çox imkanlar açır. Ölkəniz həmçinin bugün dünya üçün vacib olan qlobal Cənubun üzvüdür. Çin və Azərbaycan kimi ölkələrin səylərini birləşdirərək çox tərəfli müstəvidə əməkdaşlıq etmək potensialını necə qiymətləndirirsiniz? Çünki biz bir tərəfli addımların və bir tərəfli tendensiyaların şahidi oluruq. Potensial nədən ibarətdir və birlikdə biz hansı rolu oynaya bilərik? Zənnimcə biz proaktiv olmağa, yəni öncədən tədbir görməyə davam etməliyik. Azərbaycan qlobal Cənubun fəal üzvüdür. Biz bunu yalnız qoşulmama hərəkatındakı sədrliyimiz deyil, həmçinin COP29-dakı sədrliyimiz zamanı nümayiş etdirdik. Azərbaycan COP29 konferansına ev sahibliyi etdi. Orada şəxsən mən qlobal Cənubun maraqlarını müdafiə etdim və iqlim dəyişikliyi ilə əlaqədar qlobal Cənuba aid bəzi dövlətlərin mövcudluğuna olan təhlükələrlə bağlı narahatlığı ifadə etdim. Azərbaycan Çini qlobal Cənubun lideri hesab edir və bu barədə sizin artıq qeyd etdiyiniz prinsiplər əsasında ölkələrin birləşdirilməsi baxımından Çin xüsusi rol oynayır. Qoşulmama hərəkatının Bandung prinsipləri adlandırılan prinsipləri sizin dediklərinizi tam əks etdirir. Bununla yanaşı suverenlik, ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmama, bərabərlik, çox tərəflilik və heç bir ölkə və ya ölkələr qrupunun digərləri üzərində dominantlığına yol verilməmə prinsipləri bizim üçün vacibdir. Biz onları öz milli maraqlarımız baxımından müdafiə edirik və beynəlxalq birliyin fəal üzvüyük. Prezident Əliyev, çox təşəkkür edirəm. Sağ olun.